Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri vahlul uqdətən min lisani yefqahu qavli. Uca Allahın salam və salavatı olsun Peyğəmbərimizə və onun pak mütəhhər ailəsinə. Salamlayıram əziz Mirac Media TV izləyicilərini. Bildiyiniz kimi qarşıdan Hz. Məsumə Salamullah əleyhanın Mövlud günü yaxınlaşır, gəlir və bu münasibətlə başda İmam Zaman ağaya və bütün dünya əhl-i-beyt dostlarına təbrik ərz edirəm. Əziz izləyicilər, söhbətimi əsasən 3 yerə bölmək istəyirəm. Birincisi, Hz. Məsumə Salamullah əleyhanın həyatının qısa bioqrafiyasıdır. İkincisi isə Hz. Məsumə Salamullah əleyhanın elmi rütbəsi, təqvası və imanı, əzəmətli məqamı haqqındadır. Və üçüncüsü isə Hz. Məsumə Salamullah əleyhanın ziyarətinin savabı haqqındadır. Görək məsumlar Hz. Məsumə Salamullah əleyhanın ziyarətinin haqqında nələr buyurmuşlar. Əziz izləyicilər, Hz. Məsumə Salamullah əleyhanın adı əslində Fatimədir. Hz. Musa Kazım əleyhissalamın qızıdır və Hz. Kazım əleyhissalamın əslində 4 dənə Fatimə adında qızı vardı və bunlara Fəvatimu Ərbəə deyilirdi. Yəni 4 dənə Fatimə. Hz. Məsumə Salamullah əleyha bu Fatimələrdən ən böyüyü idi. Hz. Məsumə Salamullah əleyhanın bir neçə ləqəbləri vardı. Eyni zamanda Məsumə ləqəbi ilə və Əhl-i-Beytin kəriməsi ləqəbi ilə daha çox məşhurdur. Zilqədə ayının 1-də dünyaya gəlmişdi. İmam Rıza əleyhissalam isə onun qardaşı Zilqədə ayının 11-də dünyaya gəlmişdi. Bu bacı qardaşın, sevimli bacı qardaşın aralarında 10 gün fasilə zamanı var və bu zamanı Əhl-i-Beyt dostları Dəhi Kəramət adı vermişlər. Yəni kəramətli 10 gün. Və Hz. Məsumə Salamullah əleyhanın və eyni zamanda İmam Rıza əleyhissalamın anasının adı Nəcmədir. Bəli, əziz izləyicilər, Hz. Məsumənin Salamullah əleyhanın elmi rütbəsinə və təqvasına diqqət yetirəndə tarixdə görürsən həqiqətən çox əzəmətli xanım olmuşdur. Tarixdə baş vermiş hadisəni nəzərinizə çatdırmaq istəyirəm. Əziz izləyicilər, Mədinəyə bir heyət gəlir, bir qrup gəlir. O qrup ki, çox əziyyətdən, çox çətinlikdən, məşəqqətdən İmam Musa Kazım əleyhissalamın huzuruna yetişmək istəmişlər. Və özlərinin müxtəlif sualları var idi ki, kağıza onu qeyd etmişdilər ki, imamdan o sualların cavabını alsınlar və öz vətənlərinə, öz diyarlarına qayıtsınlar. Gəldilər, gördülər ki, İmam Kazım əleyhissalam ümumiyyətlə o şəhərdə yoxdur və İmam Rıza əleyhissalam da həmin vaxt evdə yox idi. Çox təəssüf elədilər, çünki uzaq yoldan gəlmişdilər, öz suallarını ona çatdırmalı idilər. Və bu vaxt Hz. Məsumə Salamullah əleyhanın təxminən 4-5 yaşları var idi. Narahat halda olduqlarını da görür və onlara buyurur ki, öz suallarınızı mənə verin. Və sonra gedir içəri daxil olur. Bir müddətdən sonra onları bir suallarını cavablandırır. Onlara verir, təqdim edir bu sualların cavablarını. Onlar geri qayıdırlar. Onlar yolda İmam Kazım əleyhissalam təsadüfən qarşılaşırlar. İmam Kazım əleyhissalam öz qızının yazdığı məktubları və cavabları təkər-təkər, bir oxuyaraq həqiqətən çox belə fəxr hissində buyurur ki, fədaha əbuha, atası ona fəda olsun. Həqiqətən əgər mən də orada olsaydım, sizin suallarınıza eynilə bu cavabları verərdim buyurmuşdur. Əziz izləyicilər, qeyd edək ki, Əhl-i-Beytin evladlarının içərisində 3 şəxsiyyətin məzarı ehtişamlıdır və çox möhtəşəmdir. Biri Hz. Zeynəb Salamullah əleyhadır, biri Hz. Əbülfəzl Abbasdır, biri isə Hz. Məsumə Salamullah əleyhadır. Bu 3 şəxsiyyətin ən böyük rütbəsi var Allah dərgahında və eyni zamanda bunların ziyarətnamələri var. Əhl-i-Beyt imamlarının xanım Məsumə Salamullah əleyhanın ziyarəti haqqında buyurduğu cümlələr bütün Əhl-i-Beyt dostlarının bu xanımın ziyarətinə gəlməyinə və axın etməsinə səbəb olmuşdur. O kəlamlardan bir neçəsini qeyd edək. İmam Rıza əleyhissalam buyurmuşdur: kim Hz. Məsumə Salamullah əleyhanı ziyarət edərsə, cənnət onun üçündür. Eyni zamanda İmam Cavad əleyhissalam buyurmuşdur: kim bibim Məsuməni qumda ziyarət edərsə, cənnət ona vacibdir.
Əziz izləyicilər, qeyd edirlər ki, Hz. İmam Sadiq əleyhissalamın ziyarətinə Rey şəhərindən bir qrup gəlir və həmin qrup gələndə İmam Sadiq əleyhissalam onlara xitab edərək buyurur: Qum şəhərindən olan qardaşlarıma mərhaba. Onlar qeyd edirlər ki, Yəbnə Rəsulullah, ey Rəsulullahın oğlu, biz Qum şəhərindən gəlməmişik, Rey şəhərindənik. İmam yenə davam eləyir ki, Qum şəhərindən olan qardaşlarıma mərhaba. Yenə də deyirlər ki, Yəbnə Rəsulullah, biz Rey şəhərindənik. İmam o zaman buyurur ki, Allahın bir hərəmi var, ora Məkkədir. Peyğəmbərin bir hərəmi var, ora Mədinədir. Həzrət Əmir əl-Möminin əleyhissalamın bir hərəmi var, ora Kufədir. Biz Əhl-i Beytin də bir hərəmi var, ora Qum şəhəridir. İmam Sadiq əleyhissalam sözlərinə davam edir ki, mənim evladlarımdan ora bir xanım adı Fatimə ora dəfn olacaq. Hər kim onu ziyarət edərsə, cənnət ona vacib olar. Əziz möminə bacılarım, diqqət olunası məqam budur ki, İmam Cəfər Sadiq əleyhissalam bu sözləri buyuranda hələ Hz. Məsumə salamullah əleyha dünyaya gəlməmişdi. Əziz izləyicilər, bu böyük əzəmətli hədislərdən başa düşülür ki, Hz. Məsumə salamullah əleyhanın mübarək ziyarəti cənnətin qarşılığındadır. Eyni zamanda qeyd edək ki, imamlar adətən mərifət əhlindən söz açmışlar. Yəni, hər kəs xanım Məsumənin haqqını tanıyaraq onu ziyarət eləsə, ona cənnət vacib olar. Allahdan istəyək ki, xanım Məsumə salamullah əleyhanın ziyarətini bizlərə mərifətlə nəsib eləsin inşallah. Bir daha bayramınız mübarək olsun. Eyni zamanda qeyd edək ki, Hz. Məsumə salamullah əleyhanın gününü Əhl-i Beyt dostları qızlar günü kimi qeyd edirlər. Daha çox tövsiyə olunur ki, bu günlərdə öz qız evladlarınızı daha çox sevindirin, onlar üçün hədiyyə alın. Allah evladlarımızı özümüzün xanım Məsumə ilə məşhur eləsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.